Demək çolkalarımı heç cürə səliqəyə sala bilmədim. Baxın, heç alınmır. Amma bu videonu çəkəcəm. Bəzən ilanlar olur ki, sən evdən çıxmaq istəyirsən və elə bir qoxu istəyirsən ki, o sənə diskomfort, bir növdə belə ağır gəlməsin. Mən ümumiyyətlə sərin ətirləri çox sevirəm və indi evdən çıxmaq istəyirəm. Amma nəsə belə xüsusi bir qoxu istəyirəm də. Kirşan qoxusu istəmirəm, hər hansı bir çiçək qoxusu istəmirəm, şirin ətir istəmirəm. Və mənim ən sevimli ətirlərimdən daha doğrusu biri də budur. Gördüyünüz Valkyrie ətri. Yəni bu elə bir ətirdir ki, mən bu ətri hər zaman sevə-sevə istifadə edirəm. Artıq illərdir alıram və bu ətir mənim heç vaxt gözümdən düşməyib də. Çox sevirəm qoxusunu. Yəni heç vaxt məni yormayıb. Bir Donna Feliz ətridir, bir də yeganə bu ətirdir ki, mən daim bu ətri açanda belə çox xoşbəxt oluram, sevinirəm və o qədər mənə xoş gəlir. Xüsusən də yola çıxanda vururam mən bu ətri. Yəni qəti insana belə bəzən olur da yolda adam özünü pis hiss edir və bu ətir insana o qədər xoş təsir bağışlayır. Yəni sərin qoxu sevənlər, məni kimi bəzən şirin ətirlərdən yorulanlar məncə bu ətirlərdən mütləq alsın. Çox bəyənirəm bu ətiri və qapağına falan baxın necə gözəldir. Bu isə taxtadır. Çox qəşəng bir ətirdir və ən sevdiyim ətirlərdən biridir. Davamlı da istifadə edirəm. Amma neçə vaxt idi açmırdım, yalan deməyim. Çünki ətirim çox idi, amma indi evdən çıxıram və bunu açmadan